Kızlar salam. Gördüğünüz gibi yine bir unpacking var. Gəlin başladıq. İlk olarak La Roche-Posay'nin belə bir litrlik üzüm ayağıdır. Mən bilirəm ki, bunun 200 ml-sini istifadə edəcəm, sonra xarab olacaq. Sonra gördüm 345-dir, 147-dir. Bu kremlər çox yayılıb. Dedim bunun anasını almaq lazımdır. Yəni La Roche-Posay'in Balmy B5-ini. Çox qəşəngdir. Hələ də istifadə edirəm. O qədər bəyənirəm ki. Gördüğünüz gibi Saint Laurent'ın ya da ki Saint Laurent onun 44 Nude Lavalier ənliyidir. En çok satılan ənliklərdən biridir, amma nə bilim bundan yaxşılar var məncə. Yəni seriyaya baxsaz Make Me Blush'ların ən gözəllər başqalarıdır. Neyse çok mühteşem estetik unpackinglər eləyirəm bilirsiniz. Bu da Guerlain Paris'in terrakotalarından 03 nömrəsidir. Medium light olmalıdır. Bu mənim deyil. Ama yaxın zamanlarda mən də bundan alırım. Neyse paxıllığım tutdu. Neyse belə gördüğünüz kimi həm belə ənliyi var içində, həm bronzer var belə. Ümid edirəm ki bəyəndiniz. Sağ olun.